Mustafa, necəsən qardaş? Dədən sənin boya buxuna qurban olsun. Mustafa, mən 8 ildir səndən yana sürürəm. Ey qodaları yolum sənin. Mən sənin ucubatından yenidən ailə qurmadım. Ey Mustafa, sən qodaları yolum. Sən boşuma dönüm Mustafa. Bundan mı heç Allah'tan qorxusu yoxdur Mustafa? Səni məndən ayırdılar Mustafa, mən indi sənsiz necə yaşayacağım ben? Sən qodaları yolum. Oy Mustafa. Dədəm sənsiz necə qalacaq bu evdə tək olacaq ben? Qodaları yolum. Sən boya buxuna qurban olum. Hamı qəşət tanıyır ay Mustafa. Sən qodaları yolum. Sən başıma dönüm. Allah göydən baxır. Sən dədəm indi sənsiz necə qalsın bu evdə ay Mustafa. O gözəl gözlərindən öpürəm ay Mustafa. Ama cələf belə olmayardı. Bu cələməyi yaşatmayardılar. Cələf səni məndən ayırmayardılar. Demək bu kişini həsrət qoyublar da, uşağından ayırıblar da. İndi bilmirəm səbəb nədir, günah bundadır, ondadır. Amma baxıram, girib baxmışam, normal bir insandır. Allah buna evlad sevgisi verib da. Duxunu çatar da o uşaq olmayana qədər boşanmağa. Çatmaz da axı. Hələ bir dənə qadın göstərir ki, uşaq olmadan boşanıb. Uşaq olmadan desin ki, mən bundan yola getmədim. Görmürsünüz elə bir insan? Yox. Çünki əllərində kozur tuturlar. Bir balaca da uşağa məhəbbəti olan da atanın, ümumiyyətcə vəbşi hər tərəfli başlayırlar istifadə eləməyə. Ondan mənəvi də istifadə edirlər, maddi də istifadə edirlər. Sözüm o istifadə edənlərə də. Demək, uşağını atıb getməyən, bu cür uşağı üçün fəryad edən kişilərə, bu kişi görməyən, dədəsi kişi olmayanlar deyir, aciz kişidir. Uşağından ötürü gör necə yalvarır, gör necə ailəsindən ötürü yalvarır. Onlar dədəsindən dədəlik görməyiblər, onlar kişilik görməyiblər. Ona görə də evlad sevgisi olan atalara bu cür ləkələr yaxırlar. Və yaxud da evdən didərgin salıb, irgəndirib, ataları ailədən qaçırdan kişilərə də uşağına atdı getdi, şərəfsizdir, qeyrətsizdir, alkaş idi, narkoman idi, banditdir, nə bilim avaraydı deyən şərəfsizin balaları. Birbaşa deyirəm, kişiliyi birinci atanızı axtarın, sonra ərinizi axtarasınız. Yaxşı, bu uşaqların haqqı var ya, hansı ki, bu uşaqları belə ata sevdasını, onları yaşadırsınız, bu intizarı, həsrəti yaşadırsınız. Allah sizə heç bir arzularınıza çatdırmayacaq inşallah. Allah hər bir şeyin cəzasını verəcək. Heç kim bu həyatda yaşamadan ölməyəcək. Yəni onu unutmayın. Bu kişinin haqqı, onu ağladan, o uşağı olan sevdasıdır. Sizi kimlərin olan sevdası deyil, o arvada olan sevdası deyil, o uşağı olan sevdasıdır, eşqidir, sevgisidir. Onu vurun o tupoy başınıza, qanmazlar. Görməmisiniz də, özünüz ata sevgisi görməmisiniz. Atanızın sizə sevgisi olsaydı, sizi hər şeyə görə boşaltdırmazdı. Başa düşdünüz? Yəni ona görə də sizə bu cürə kişilər ləzzət eləmir. Ya da ki, atıb gedən kişilərə ləkə vurursunuz. Ona görə ki, o kişilər sizi kimi insanlardan uzaq durmaq istəyir. Balasından yox, sizi kimi insanlardan uzaq durmaq istəyir. Allah sizi bütün arzulardan məhrum eləsin. Kim ki, bu cür vəziyyətlərdən istifadə edir, sözüm hamıya şamil deyil. Boşanan insan var ki, o qədər nakişilər var ki, indi hamınız da burada tökülüşməyin. Mənim ərim də elə nakişi idi, ona görə boşandım. Hələ bir dənə qadın görmədim desin ki, alınmadı, boşandım. Hamısı bir ləkə vura-vura. Biri əlində kozur tutur uşağını, biri əlində nə bilim ləkə vurur, hələ bir şeylə boşanır. Bir dəfə kişi qızı kimi deyin ki, alınmadı, boşandıq. Bunu deməyə kişiliyiniz, qeyrətiniz çatmır. Kim ki ərinə ləkə yaxırsa, olmazın ləkəsini yaxırsa, Allah onu ləkə ilə bu dünyadan köçürsün. Nə bilim, bu dünyada ona ləkələr yaxsın Allah Taala. Yəni Allahdan arzum odur. Çünki siz o naxələf, yəni yenə də deyirəm, hamıya şamil eləmirəm, naxələf bu kişilərə ləkə yaxıb kişilərdən maddi, mənəvi bir nəsə əlində tutan qadınlar var ha. Allah sizi belə qoymayacaq. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bu uşaqların ah-naləsini sizə yaşatmadan sizi öldürməsin. Sizə yaşatmadan öldürməsin ha. Yəni onu mən sizə istəyirəm. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bu qardaşa da kömək olsun.